Dövlət başçısı sual var. Aman ola. Siz istintaq dövründə ifadə vermişsiniz. Ümumiyyətlə getmişsiniz ifadə vermişsiniz. Sizə təklif olunub, gedib müstəntiqi ifadə verəsiniz. Kimsə desin, gedək. Niyə getməmişsiniz? Adını deməmişdim. Çünki deyilməmiş. Yox, mən başa düşürüm. Bax, sizin gözünüzün qarşısında... Etiraz edirəm məhkəmə, yəni bu sual deyil. Niyə sual edirəm? Sual olaraq soruşur ki, siz niyə istintaqa getməmişsiniz? Niyə getməmişsiniz? Yəni, təşəbbüsü niyə göstərməmişsiniz? Təşəbbüsü niyə getməmişsiniz? Niyə göstərməlidir ki? Hələ sualı verməmişdim. Tutaq ki, hələ sualı verirəm. Sən sual dəqiqləşdirəsiniz. Sual vermək istəyirəm ki, mən soruşdum ki, heç kim mənə deməyir. Mən deyirəm ki, sizin yanınızda şəxs tutulur. Siz bildiniz niyə saxlanılır, niyə aparılır? Yox, bilmirəm. Sizə dedilər polisdir gələk. Hə, polisdə demiş. Polis dedilər. Siz o vaxtı bildiniz niyə saxlanılır, niyə aparılır? Xeyr, sadəcə səbəbsiz yerə kənardan görmüşəm. Bax, deyirsiniz ki, özünü qışqırdı ki, qaç get, yoxsa nəsə problem var. Bundan sonra siz, yəni, normal bir sualdır, yəni ondan sonra siz nəzə özünüz gedib istintaqa müraciət edin. Mən bilməsən yazarsınız, yəni ki, mən də hadisə yerində olmuşam. Mən zaten onu demək istəyirdim, prosto elə bir adam yox idi ki, mənim arxamda, yəni bir yerdə gedək onu Siz sonradan bildiniz, niyə saxlanılır? Aha, bildim. Nə vermişdilər, niyə saxlamışdılar? İddialı nə idi? Narkotik. Bayaqlar qeyd edirdiniz ki, mən məsəl üçün şalvar var idi, açdım, ciblərim var. Ciblərim niyə yoxdur? Çünki çıxmışdı cibləri. Çıxmışdı cibləri. Cibləri çıxmışdı? Dedim ciblərimlə axtardım elə bir məsələ. Axtardım demədim, sadəcə dedim çıxmış ciblərini, əlimi geri saldım. Yenə də, bax, siz deyirsiniz ki, eşirirsiniz ki, narkotik çıxıb ya nəsə. Ondan sonra da sizə maraqlı olmadı ki, bunun şalvarını mən vermişəm, bu cibini yoxlamışdım. Mən gedib deyim ki, bunu mən yoxlamışam, axı bunun cibində heç nə yox. İstədim, axı mən gitmək istəyirdim, bildirmək istəyirdim. Sadəcə elə bir insan yox idi ki, mən gedib orada danışacağım bir insan yox idi. Çünki heç birini tanımırdım. Kimi tanımalısınız?